Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammedin ve ehl-i beytihi tahirin ve la'netullah ala a'dahi ve a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu ve tarida. Bugünkü İslam tarixi dərsində, yəni 11-ci dərsimizdə inşallah Məkkə müşriklərinin müsəlmanlara, İslam düşmənlərinin müsəlmanlara verdikləri əziyyətdə və müsəlmanların bunların müqabilində olan müqavimətləri. O iki hissədən ibarət olacaq. Bunu yəni bir Məlik Məmməd nağılı kimi danışmırıq burada. Tarix dərsidir. Tarixi də dedik, buna görə oxuyuruq ki, məsumun həyatı, məsumun yanındakı onun bəyəndiyi gözəl insanların həyatıdır ki, biz də istəyirik o cür olaq. Yoxsa boş-boş bu nağıl, Məlik Məmməd nağılı deyil ki, danışıram ki, axırda da deyik ki, göydən yükəlma düşdü. Birinci, bu da İslam Peyğəmbərinin həyatda var, tarixi görürük, ona olunan təhqiramiz hərəkətlərdir. Fakat bugün onlardan birini işarə vuracağım ki, məşhurdur tarixdə İslam Peyğəmbəri ki, həmişə özü təmiz paltarla bayra çıxardı, gəlir Kəbənin ətrafında həm ibadət eləsin, həm də orada kim ki buna müraciət eləsə, öz dinini, ayinini onlara təbliğ eləsin və onların suallarına elmi, məntiqi, dəlillər əsasında cavab versin. Elə ki, oturmuşdu, indi ki bunların görürlər ki, İslam Peyğəmbərə söz çatdıra bilmirlər, onunla səhv tuta bilmirlər, səhvini üzə çıxarda da bilmirlər, səhvdə tuta bilmirlər və indi ki, yəni sələflər kimi də görürük də işi, neyinir? Bismillah, hara çatır? La ilahe illallah deyənə. Görürük ki, bu haqdır, söz çatdıra bilmir, öldürür. Ya Kərbəlada İmam Hüseyin ağa söz çatdıra bilmərlər, qılıncına işə həll edədilər. Sözü olan sözlə cavab verər. O adam qılınca keçir ki, o adam başqa üsluba əl atır ki, acizdir. Birinci, ona görə bizim məsumların tarixdə baxsa, heç bir müharibədə birinci ox atmıyor, birinci qılınc çəkmir. Heç birində. Hətta İmam Zaman əleyhissalamdır ki, birinci bu çəkməyəcək. Niyə? Çünki acizdir bu tərəf ki, o biri tərəf acizdir. Ona görə həmişə o biri tərəf başlayır. Amma bəli, indi İslam Peyğəmbəri gəlmişdi, bir müşriklərin, bizim dilləndisi cahillərin, lotularından bir neçəsi, bu alçaqlar gəlirlər dəvənin iç salatını getirirlər, İslam Peyğəmbərin paltarının üstünə atırlar, fitə salıb qaçırlar. Və bu cür təhqir edirlər. İndi diqqət edin. Biz bunu nəşə oxuyuruq? Oxuyuruq ki, bizdə indi deyək ki, gücüm çatmır bunlara. İslam Peyğəmbəri yox. İndi görə İslam Peyğəmbəri burada necə hərəkət edəcək? Məsələn, gücü çatmır desin, daha neyini, mənim gücüm çatmır, zərbilərlər neynəsinlər? Yox. Bu cür şəxslərin qabağında İslam Peyğəmbəri bir hərəkət indilir, bizə başa salır ki, gücümüz çatdığı qədər bunların öz dillərində onlara cavab verilsin. Necə? İslam Peyğəmbəri çəkilir, gəlir o biri tərəfdə əmisi Əbu Talibin yanına. Buyurur, əmi Əbu Talib. Deyir, bəli. Mənim sənin yanında qiymətim nə qədərdir? Deyir, niyə bəyən bana? Deyir, üstümə bax, oradakı o müşriklər, mən ki cavanlara elmi, məntiqi, dəlillər əsasında ayinimi deyəndə, təbliğ edəndə, mənə ki cavab verə bilməndə bu hərəkət edirlər. Məlum ona ki, hər kəsin öz lazım olanı ilə qabağında dayanmaq lazımdır. Əbu Talib o zamanın böyüyü idi. Əbu Talib qardaşı Həmzəni çağır. Maşallah, o da şücaət mənbəyi. Gəlirlər. Həmzəyə deyir, o içəlatı getir. Düzülün. Bir onların Məscid-i Həramda düzür Əbu Talib. Düzülürlər. Heç kəsə qaça bilməz. Bəni Haşimə
fətvanı versə, bunları tarmar edirlər, düzülürlər. Həmzə onlara bir ki, bala, Peyğəmbərə o elədiklərini elə. Elə o da bir onların üzlərinə və paltarlarına bir belə çəkir, yaxın onlara çəkildi, bunu istəyirdiniz, yola xoş gəldiniz. Sonra nə istəyirsiniz? Hər neynəsə cavabınız olacaqsınız. Yəni, İslam bu deməkdir ki, başı o Məsihlə ki, bu üzvü sillə vurla çöndərinə bu üzvə deyildir sillə vur. İslam dini böyle bir gündür. Neye imkan çatdı? Xüsusən imkan çatır onların əhliyyəti ilə, onların dili ilə onlara cavab vermək varsa o fürsətlərdən istifadə eləmək lazımdır yaşlıca və onları cavabsız bıraxmaq lazımdır. Liderə bunu elədilər, lider də ona cavab verməlidir və lazım olan kimi. Və görürük ki, artıq da yox, da demədi ki, öldürün onları, gedin mən nə bilim, neyin, yox. Onların namusuna təcavüz yox. Neyinirsə onu da ona başırsarsın. Cəmaatın içində eləyib, cəmaatın içində eləyirsən ki, qoy bəyan olsun. Bu bir. İkinci, Peyğəmbərin özünə artıq görürlər ki, bundan çox qabağa gedə bilmək, hər nə ilə Əbu Talib bunların başında onu sındırır. Qaldılar neynəsinə Peyğəmbərə Əkrəmin ətrafını, sahabələrə, əsl sahabələrə. Başladılar əziyyət verməyə. Tarixdə çoxdur Əbu Zərin başına gələn əziyyətdə. Tarixdə Əbu Zərin adam tarixini oxuyanda şəxsən bir müsəlman həzz alır, fəxr edir Əbu Zərinə. Buyururlar, dəfələrlə, elə ki birinci gün gəldi müsəlman oldu Peyğəmbərdən, getdi Məkkə müşrikləri, o ayəni oxuyurdu, onları dəvət edirdi. Deyir, onu o qədər döydülər ki, huşdan gelmişdi. Üst, başqan qeysən, huşdan gedib artıq, bir huş olmuşdu. Elə döymüşdülər. Peyğəmbər əmr verdi, yəni ki, səbəbələ, gedin onu getirin bura. Getirdilər, üzünə sövürdü, durdu, dedi, ya Rasulallah, ölməmişəm ki. Dedi, yox, burada imana var. Dedi, ölməmiş, pəs mənim boynumda vəzifə var. Nədir? Ya Allah, küt döyüb, gedmir, indi qaçmır onlara məsələn döysün. Gedir təzədən elmi məntiqi surətdə Allahın ayətlərini o müşriklərə oxumağa. Ki, bala, gəlin bunu qabandı. Ya sözlüyün, ya qəbul edin bunu. Həqiqətsə qəbul edin, həqiqət dursun, cavabını verin. Bunu ki, bu cür elədilər, Həzrət o qədər bazıları döyürlər təzədən hoşdan gedir. Deyir, bu tarixdə bu hadisə dəfələrlə təkrarlanır. Həqiqi müsəlman bu nə deyirlər? Deyin ki, mənə. Həqiqi müsəlman bu cür deyir. Hədəfi məlumdur, hədəfindən dönmür və hədəfini müqəddəs bilir, müqəddəs bildiyi hədəfə də müqəddəs addımlarla atır. Kinküdurət də bəsləmir onlara. Gedir onlara əlindən tutsun. Ona görə Əbu Zərin adı sahabələr içində xüsusi olaraq adlara tarixdə qaldı. Yoxsa o qədər sahabə var. Qədirxunda 120 min sahabə hələ beyyət elədi İmam Əliyə. Hələ o beyyət eləməyənlər də vardı, nə qədər həccə gəlməyənlər. Onların içində təklif qalıb bu sahabələr. Ondan başqa Əmmarın ailəsi. Əmmarın ailəsi Bəni Məxsum qəbiləsindən idilər. 4 nəfər idilər. Yasir atası, Sümeyyə anası, Əmmar özü, bir də qardaşı Əbdullah. 4 nəfər idilər. Bunların qəbilələrində başçılığı Əbu Cəhl məlun edirdi. Əbu Cəhl də bunların başına o qədər oyun açırdı, gəlin, evin içinə girirdi, təhqir, döymək, zat, hədə qorxu, ta ki bunlar İslamdan dönsünlər. Yəni, bunların işi buydu ki, İslamdan döndərsinlər. Mesela tarixdə yazılır ki, Əmmarın həyatında var ki, görürlər ki, bunlar dönmürlər və öz işlərində sabit qədəmdirlər. Özlər atası üçün 70-70-dən çox yaş yazırlar. Anası da 60, Sümeyyə xanım 60-60-dən çox yaş olardı. Yazırlar ki, bunlar hətta yaşlı da olsa bu qədər ki, bunların yaşlıları da döyüldülər pis vəziyyətdə. Onlar yenə də neynədilər? Əl götürmürdülər İslamlarından. Öz müqəddəs amallarından əl götürmürdülər.
Hətta tarixdə bu var ki, İslamın ilk şəhid kişisi Yasirdir. İslamların ilk şəhid xanımı Sümeyyə xanımdır. Yəni Əmmarın atası ilə anası. Atasının ki, onu o qədər döyürlər o qoca kişini, o qədər ona əziyyət verirlər, axırda dünyasını dəyişir. Özü də indi deyəcəm onların cəza vermə prinsiplərindən. Ondan əlavə Sümeyyə xanım ki, nə qədər deyirlər, qəbul eləmir və nə edirlər, onu döndərə bilmirlər ki, bir dənə desin ki, mən filan bütər və pərəsti şeydən də əl çökün, bu qədər döyüldü, qadın da qocadır. Deyirdi ki, xeyr, mən o həqiqi olan Allahımdan əl götürmərəm heç vaxt. Amaldan ki, əl götürmür, Əbu Cəhl əsəbləşir. Görür ki, bu zəif bir qadına, zəif bir məxluqa gücü çatmır. Nə olsun, bunun adamı var, pılı var, vəzifəsi var. Amma bu qadın nə var? Bundakı bu şücaəti görür, bundakı bu qeyrəti görür, başara bilmir bununla. Bunun qabağında sınmasını hiss edir. Məcbur olur, əmr verir ki, tarix kitablarında 2 dənə vəhşi dəvəyə, bu Sümeyyə xanımın ayaqlarını bağlayırlar, 2 dənə vəhşi ərəbin ipini buraxırlar. Onlar ki, səhralıqda, o qaçanda, onsuz da xanımın özündə yazırlar tarix kitablarında, o qumluqda uzandırmışdılar, əllərinlə bağlamışdılar, onu parça-parça eləyirlər və o cür şəhid olur, dünyasını dəyişir. Baxın, bu aləm üçün heç biri dindən dönmür. Və əcəb də istiri əvazəri olsun, istiri əmmarı olsun, bu cür müsəlman, bu cür möhkəm əqidə sahibi olanlar gəlirlər əleyhissalamın səqifə əhlinə yox deyirlər və gəlirlər ta ölən neycən əleyhissalamın yanından Peyğəmbərin vəsisi və xəlifəsinin yanından ayrılmırlar. Ona görə tarixdə bunların adları xas olaraq qalır. Bu. Amma müşriklərin həmişə bunlar müsəlmanlara əziyyət edirlər. İndi də, keçmişdə də, Peyğəmbərimizin zamanında da ki, İslam düşmənləri müsəlmanlara bax, bu cür əziyyət verirlər. Yəni, İslam gör, hardan hara gəlir. Elə zaman olmuyor ki, Peyğəmbərin ətrafındakilər bal çörək yiyirdə, keyf eləyirlər, behişdə bundan sonra süfrən. Yox, o acınacaqlı həyatı yaşaya İslamı qəbul edirlər. O da bundan ibarətdir. Bəziləri işgal edirlər, yanında kasıb-küsub yığışmışdı. Kasıb-küsub vardı, ətrafında yığışır ki, orada pul var. Pul paylayır. Kasıb-küsub var, amma əqidəlilər yığışır əqidə ətrafına. Əqidəsizlər yığışır maddiyyət ətrafına. O da işim yox. 5 dənə o budur. Birincisi budur ki, bunların əl və ayaqlarını bağlayardılar, bir dənə yekə mıxlar olardı, bastırardılar və bağışlayın, hamısı lüt, üryan və xüsusən Ərəbistan, mən məsələn dekabr ayında getmişdim ki, oraya biz həccə, dekabr ayında oraya çox istəydi. Qalsın insan yay aylarını fikirləş. Yay aylarında gör nə incə olur. Bu yayın isti qızmarında səhra qumunun üstündə lütbənəni uzandırırdılar, əl və ayaqlarını bağlayırdılar, ya orada susuz, ac, canını ya orada tapşırırdı, ya da müsəlmanlar gəlirdilər ki, fürsət tapan kimi onları açırdılar, getirirdilər. Xüsusən Həmzə salamullah aleyhinə, rəhmətullah aleyhinə gəlirdilər, nizət verirdilər belələrinə. İkinci budur ki, bunun bir atış ki, bunları ocaq qalıyırdılar, ateşin yanına, yəni bunları bağlayırdılar bir dənə ağaca, bunların lap yaxınlığında alov yandırırdılar ki, onun alovun bunlara pis təsiri olsun. Bunlar o təsirdən dinlərini dəyişsinlər, əqidəni dəyişsinlər. Məlumdur ki, o bir tərəf çox acizdir ki, bu şeyləri anlatırlar. Nə qədər də alçaq adam. Və indiki zamanımızda da var və vardırlar onların da tərəflərlər. Bəli, o tərəfdən də adam var, əlhamdülillah, bu tərəfdən də var. Ondan biri də budur ki, dəmir zərif giyindirərdilər, zirək giyindirərdilər və dəmir çox tez isti çıxır axı. Onu uzandırardılar qumun üstündə. Ya birinci lüt, ya da ki o cür. Dəmir yandırırdı, hətta tarixdə var,
Allah rəhmət eləsin Əmmar Yasirə. Əmmar Yasir buyururlar ki, bu Osmanın sarayına gedəndə və onu Mərvangil təhqir edilər, şeylədilər, ona əziyyət verdilər və onu hətta vurdular. Malik gəlir ki, ya Əmmar, bunlar dedi, Malik, bunların böyükləri, cəzaları elə indi də qalır. 50-dən çox yaşı var idi Əmmarın. Bədənindəki o zərihindən yanan hissəsi indi də bədəndə qalmışdı. Dedi, mən Rəsullahın vaxtında, cavanlığında bunlar özləri, ataları mənə əziyyət verirdilər. Bu əsrdə bu bəziləri ki, Peyğəmbər xəlifəsi yerində oturub, Peyğəmbər xəlifəsi iddia edirlər, indi də onların balaları mənə bu cür əziyyət verir. Mən öyrəşmişəm bu əziyyətə, ey Malik. Tarix kitablarına açıb baxın. Və üçüncü, xüsusən də bu cəzanı Bilalın tarixdə var ki, başına getiriblər Bilal Həbəşi, Allah rəhmət eləsin. Bilal Həbəşi o səhabələrdəndir ki, həqiqəti əməli ilə göstərdi. Peyğəmbər Əkrəmdən sonra bir nəfər deyilməz ki, Əbazər hansısa xəlifə üçün əzan verir. Hətta bir dəfə. Peyğəmbərdən sonra ki, səhifədə xilafı xəlifə seçdilər, gəldilər, xəbər göndərdilər, Bilal Həbəşi gəl məscidən əzan ver. Dedi, yox. Mən Peyğəmbər və onun canişini üçün əzan verə bilirəm. Başqası üçün vermərəm və səlam. Gördülər, vəziyyət pisdir, Bilalı sürgün elədilər, o zaman elə Mədinədə və sonralar Bilal gəlir Şamda və elə də qəbri də indi Şamda da olur. O, bu əzab dövrü neydi? Yekə qayət daşını getirirdi, neçə nəfər bunu ki, uzadırlar, ayağını bağlayırdılar, qoyurdular onun sinəsinə, elə orada da ya canını tapşırdı, ya qismət ilə bir miqdar səbri sağ qalsaydı, bunlar gedən kimi müsəlmanlar gəlib onu orada nicat verərdilər. Beşinci budur ki, bataqlıqlara və çirkab sulara, pis kanalizasiya sularına getirirdilər bunları, ora atırdılar, ta dinlərindən dönsün. Yəni, əllərindən hər nə alçaqlıq gəlirdi, bu alçaqlar eləyirdilər və indiki zamanda da ucurdu. Amma biz bu tarixi oxuyuruq, niyə? Deyir ki, liderdə o hərəkət, o tərəfdarlarında bu hərəkət. Müqavimət, dönməmək, sonu bu yolun şəhadətdir. Ölsək də udmuşuq, qalsaq da udmuşuq. Elə biləm, bu qədər kifayət edər. Elhamdülillah Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beyt.